və qadın çıplaq ikən qadının çıplaqlığını deyil, onun incə yaradılışını görmək hər insanın beyninin IQ intellektinə uyğun deyil. Biz qadının çıplaqlığını namus sayırıq. Kişi amma qadın... Ziyalı xanımlar var. Azərbaycanın ziyalı lider qadınları var. Geyiminə bax. Nə gözəl. Hər sənətin öz geyimi var. Qadın yaranmayıb həyatda lümbələmlik kəsilir. Aysa qurban, mən fikirlərim burada heç düz deyil. Mən getsəm daha yaxşı. Sənə qurban olum. Təki mən yoldaşımın qulu olub, onun xidmətçisi olum. Vallahi mən razıyam. Ona qurban olaram. Onun ayağını qoyan yer başımı qoyarım. Vallahi bu mənim öz fikirlərim. Qoyarsanmı? Bir qadın olaraq mən ərimin evində o mənə əgər xidmətçi gözündən baxırsa, mənim onun gözündə dəyərim olmayacaq. Allah qanad qadını yaratmayıb ki, qadın lümbələmlük çıxsın harasa. Qadının lümbələmlük görən onun şərəfidir, xeyr, əxlaqıdır. Qadının gözəlliyi onun gözəl düz baxmaqdır, ailəsini sevməkdir. Hər bir sənətlə müğənnilik sənəti ilə modellik sənətini bir-birinə qarışdırmayın. Mən xaricdə çalışıram. Yox, bu yanlış düşüncə. Yenə də hər zaman niyə bəs kişilər dənizə gedəndə alt geyimində dənizə gedə bilir, qadınlar yox. Çünki yenə də fərqi. Niyə? Nə fərqi var? Valla kişi mayka ilə çıxsa balkona... Çünki kişilərə verilən bu bax bu... Amma qadın çıxsa deyirlər, tərbiyəsiz adamdır. Çünki bax belə öyrədilibdir. Öyrədilibdir belə. Mən istəyərdim ki, belə öyrədiblər ki, qadın əzizdir, qadın Səmra xanım kimi fikirdə olan insanlar, xanımlar Azərbaycanda azdır. Belə xanımlar məncə xaricdə yaşasa daha gözəldir. Məsələ budur, gördünüzmü? Xaricdə yaşasa, niyə xaricdəki düşüncələr bizdən irəlilədimi? Bizdən daha çox geniş dünyaya malikdirlərmi, geniş düşüncəyə malikdirlərmi? Ay Səmra xanım, siz lüt olmaq, yəni geniş fikirli bir insan kimi baxırsınız. Siz əgər o, bir dəqiqə, Da Vinci-nin əsərləri var, Van Gogh'un əsərləri var, o boyda sənət əsərləri var və orada çıplaq qadınların sənətləri, əsərləri həl-hazırda da muzeylərdə qorunub, saxlanılır və mən qoy bir dənə bitirim. Zaten qadın dediyiniz sözümü ilk öncə də dedim, qadın yaradılışı sənətdir. Qadını sənət kimi də təqdim etmək böyük bir sənətdir və qadın çıplaq ikən qadının çıplaqlığını deyil, onun incə yaradılışını görmək hər insanın beyninin IQ intellektinə uyğun deyil. Elə insanlar var, 30 dənə, məsələn, məndə 30 dənə nöqtələr varsa, 30'u açıqdırsa, bəzi insanlar var ki, onlar oxumamaqdan onu açıqdır. Bunların əksəriyyəti bizim kitab az oxumamamıza gətirib çıxardır ki, biz qadının çıplaqlığını namus sayırıq. Azərbaycanda ziyalı xanımlar var, Aysa sənə qurban olum. Azərbaycanda ziyalı lider qadınlar var, onların geyimlərini... İsa mənə qulaq az. Bayaqda mən, İsa xahiş elə, mən də fikirlərimi bildirim. Elə Səmranın gecəçisi başa düşək, anlayaq onu, oturaq qulaq asaq. Azərbaycanın ziyalı lider qadınları var, geyiminə bax, nə gözəl.